çəkilən videoların bir çoxunda müşahidə eləmişik ki, bu sürətlər qutusunun endirib, sürətlər qutusu yağını dəyişən bir çox ustalar, yəni bu detallı şəkildə bir dənə göstər, yəni detallı şəkildə belə sökmürlər. Sürətlər qutusunu açırlar, buradan filtri götürürlər, dəyişirlər. Yəni bu iş deyil təbii ki. Tam detallı şəkildə sökülməlidir, bütün hissələrə baxılmalıdır. Yəni sürətlər qutusu endirilibsə, bunları etmək mütləq şəkildə lazımdır. Deməli 140.070 Elantradır. Yaxınlaşıb sürətlər qutusu yağının dəyişdirilməsi üçün ustalarımız tərəfindən məsləhət görülür ki, sürətlər qutusu endirilsin və sürətlər qutusu yağı dəyişdirilsin. Qeyd eləyək ki, bir dəfə sürətlər qutusu yağı üstdən çıxarma vasitəsilə dəyişilib, artıq ikinci yağ dəyişməsi olduğuna görə, sürətlər qutusu təzyiqi də aşağı olduğuna görə məsləhət görüldü ki, endirilsin və sürətlər qutusu yağı dəyişdirilsin. İndi ustalarımız tərəfindən söküldü, sürətlər qutusu baxıldı, hər hansısa bir problem aşkarlanmadı. Ancaq bir dənə yaxınlaş bunu göstərək, yəni filtrin vəziyyəti özünüz görürsünüz də, yəni nə gündədir. Yəni bu artıq mütləq şəkildə sürətlər qutusu endirilərək yağ dəyişdirilməli idi. İndi yeni filtr əlavə olunacaq, yeni yağ vurulacaq və problemsiz şəkildə müştəriyə təhvil veriləcək. Avtomobilinizi peşəkarlara etibar edin.